bütün işləmlər, bütün proseslər qanuni yollarla həyata keçirilir. Mərkəzimizə yaxınlaşan hər bir kəs, qeydiyyata düşən hər bir kəs hüquqi müqavilə tərtib olunur. Hüquqi müqavilə əsasında rəsmi qeydiyyat həyata keçirilir ki, hansı ki, mərkəzimizin fəaliyyət göstərən sənəd şöbəsi, hüquq şöbəsi və digər şöbələri var ki, bütün tələbənin işinə artıq şəxs olaraq mən, təbii ki, başda olmaqla mütəxəssis olaraq mənim nəzarətim altında və təbii ki, rəhbərliyin nəzarəti altında digər bütün şöbələr buna nəzarət edirlər ki, mənə elə gəlir ki, xarici təhsil sahəsində Azərbaycanda, yəni özünü daha çox bu sahədə doğruldan və işini bu şəkildə nizamlı, intizamlı şəkildə həyata keçirən daha yaxşı deyim ki, xarici təhsil mərkəzlərindən biri sayılır. Özünü təsdiqləmiş, özünü də təsdiqləmiş o deməkdir ki, istər işi ilə, istər də qanuni şəkildə işləməklə, yəni ki, verdikləri sözü sona qədər tuta bilirlər. Sizin xidmətlərinizdə nələr daxildir? Xidmətlərimizin başında təbii ki, heç bir imtahan nəticəsi olmadan tələbənin rəsmi qəbulunun alınması, daha sonra qeydiyyatının aparılması, sənədləşmə məsələləri, hansı ki, dediyim kimi, mərkəzimizin sənəd şöbəsi bütün sənədləşmə məsələlərini həll edir, bütün sənədləşmə proseslərini həll edir. Daha sonra transferin təşkili, qalacaqları yataqxananın təşkili və miqrasiya məsələlərinin təşkili, bunlar bizim mərkəzimizin xidmətləridir, başda gələn xidmətləridir ki, bundan sonrasında tələbəyə tam dəstək, onların yanında olmaq, əskərlikdən mühlət hüququnun alınması, daha sonra hər hansı bir arayış lazım olur, universitetdən alınıb hər hansı bir fonda verilməsi və s. kimi bu məsələlərdə müraciət edəcəkləri şəxs biz oluruq. Müraciət ən azından tələbə ilə bağlı hər hansı bir məsələ yarandıqda zəng edə biləcəkləri bir şəxs olur qarşılarında.